Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə təmir işləri Səməd Vurğun küçəsinin Salatın Əsgərova ilə Füzuli küçələri arasındakı hissəsində, Rəşid Behbudov küçəsinin 28 maydan Şəmsi Bədəlbəyli küçəsinədək olan ərazisində, eləcə də Heydər Əliyev prospektinin əsas və yan yollarında Müzəffər Nərimanovdan Ələsgər Qayıbov küçəsinədək olan istiqamətdə aparılacaq. Bildirilib ki, işlər bugün saat 23:00-dan etibarən start götürəcək, 26 aprel saat 07:00-a qədər isə başa çatdırılması planlaşdırılır. Rəşid Behbudov küçəsində isə hazırlıq işlərinə daha erkən saatlardan başlanılacaq. Asfalt beton örtüyünün yenilənməsi ilə əlaqədar olaraq qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə, qismən və bəzi hallarda tam şəkildə məhdudlaşdırılacaq. Sıxlığın qarşısını almaq üçün əvvəlcədən alternativ marşrutlardan istifadə etmək sürücülərə tövsiyə edilir.